Etibar yenə hər vaxtın xeyir olsun. Bugün qar yox, dünən qar var idi, bugün qar yoxdur. Yazın gəlişi bilinir. Səs eləməyin, qar yağar. Aprel ayının 22-sidir. Kəndimizdə gözəl bir gündür. Tarixi bir gündür. Kəndin nümayəndələri yenə kəndimizdə yoldaşlar var. Min şükür bu günə. Necə deyim, yaxşı olsun, fikrimizə çatdırım. Gözəl yazın gəlişi bilinir. Bu da bizim möhtəşəm Qızılqayamız yaşıllaşır. Qızılqayanın üzü də yaşıllaşır. Gül çiçək çıxır. Cənnət olur. Hər kəsə yenə qucaq dolu salamlarımı söylə. Yəni kimin ürəyindən keçsə, istədiyi bir vaxtı kəndimizə gələ bilər. Yəni o qədər gözəllikdir ki, yəni həqiqətən adam kənddən ayrılmaq istəmir belə. Bugün yenə Lütfi kənddədir, Sabiş kənddədir, Rasim kənddədir, Rəsulami kənddədir, bir də mən kənddəyəm, bir də rəhmətli şəhidimizin adını daşıyan bizim hər birimizin sevdiyimiz Nəsim Bala kənddədir. Möhtəşəm günlərdən biridir. Kənd o qədər gözəlləşib ki, yəni kəndin gözəlliyini dildə demək yox, gözdə görmək lazımdır. Dillə çünki çatdırmaq mümkün deyil. Yəni o qədər möhtəşəmdir. Yəni kənd o qədər möhkəmləşib, yəni həqiqətən nə bilim, gözəldir. Salam söylə hər kəsə.